Hüquqi dövlətin əsas prinsip və əlamətlərindən biri də insan hüquq və azadlıqlarıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasında da insan hüquq və azadlıqları ilə bağlı Konstitusiyamızın 12-ci maddəsində də qeyd olunmuşdur ki, dövlətin əsas prioritet vəzifələrindən biri kimi, yəni insan və vətəndaş hüquq və azadlıqları, eyni zamanda vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi əks olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq insan hüquq və azadlıqları beynəlxalq müqavilələrə uyğun formada tətbiq olunur. Yəni, beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericiliyinin ayrılmaz tərkib hissəsi hesab edilir. Və bununla da bağlıdır ki, Konstitusiyamız və referendumla qəbul edilmiş aktlar istisna olmaqla beynəlxalq müqavilələrlə Azərbaycan Respublikasında qüvvədə olan digər normativ hüquq aktları arasında ziddiyyət yarandığı zaman beynəlxalq müqavilələr tətbiq olunmaqdadır. İnsan hüquq və azadlıqları ilə bağlı bildirmək istəyirəm ki, bir sıra prinsiplər mövcuddur və Konstitusiyamızda da təsbit olunmuş bu prinsiplərə insan hüquq və azadlıqlarının təbiilik prinsipi, toxunulmazlıq, ayrılmazlıq prinsipləri, eyni zamanda hüquq və azadlıqlarımızın təminatlı olması prinsipləri mövcuddur. Və bu təbiilik prinsipi nədən ibarətdir? Təbiilik prinsipi o deməkdir ki, yəni Konstitusiyamızda təsbit olunmuş hüquq və azadlıqlar hər hansısa bir şəxs tərəfindən və yaxud da ki, kimsə tərəfindən bizə təqdim edilmir və həmin hüquq və azadlıqlar biz doğulduğumuz andan, yəni sosial varlıq kimi mövcud olduğumuz andan bizim bu hüquq və azadlıqlarımız bizə verilir və yaranır. Yəni bu bizim hüquq və azadlıqlarımızın təbiilik prinsipidir. Eyni zamanda prinsiplər arasında toxunulmazlıq və ayrılmazlıq prinsipləri də vardır ki, yəni bu bizim Konstitusiyamızda da təsbit olunmuşdur ki, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz, ayrılmaz hüquq və azadlıqları vardır. Yəni bu kimsə tərəfindən hüquqlara müdaxilə edilməsi, həmin hüquqların məhdudlaşdırılması yol verilməzdir. Eyni zamanda Konstitusiyamızda təsbit olunmuş hüquq və azadlıqlarımızla bağlı onların təminatlı olması prinsipi də mövcuddur və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları insan hüquq və azadlıqlarını gözləməli və qorumalıdır. Yəni bu bizim Konstitusiyamızda da əks olunmuşdur və bununla bağlı bilmək istəyirəm ki, yəni hər hansı bir hüquqların pozulması zamanı dövlət tərəfindən tədbirlər görülməkdədir. Yəni onların qarşısının, hüquq pozuntularının qarşısının alınması üçün müxtəlif məsuliyyət tədbirlərinin tətbiq olunması nəzərdə tutulmuşdur. İnsan hüquq və azadlıqları ümumiyyətlə heç kəs tərəfindən məhdudlaşdırıla bilməz. Lakin Konstitusiya ilə, qanunla və digər şəxslərin hüquq və azadlıqları ilə bizim hüquqlarımız və azadlıqlarımız məhdudlaşır. Misal üçün, hərbi vəziyyət, fövqəladə vəziyyət hallarında insan hüquq və azadlıqları qismən məhdudlaşdırıla bilər və bu hüquq və azadlıqların məhdudlaşdırılması zamanı isə hüquqları və azadlıqları məhdudlaşdırılan şəxslər də öncədən rəsmi şəkildə xəbərdar edilməlidir və hər bir halda da insan hüquq və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Məlumdur ki, fərd doğulduğu andan insan hüquqları yaranır. Ancaq məsələ bununla bitmiş sayılmır. Çünki yalnız sənədlərdə göstərilməklə bitmir. İnsan hüquqları vardırsa, bunun təminatçısı və həyata keçirmə mexanizmləri də mövcud olmalıdır. Ümumiyyətlə, həm beynəlxalq səviyyədə, həm də ölkəmizdə insan hüquqlarının həyata keçirilməsinin təminatçısı olaraq dövlət çıxış edir və insan hüquqlarının həyata keçirilməsi mexanizmi isə dövlət orqanlarına məxsusdur. Siyasi quruluşundan, idarəetmə formasından asılı olmayaraq hər bir dövlətin özündə müxtəlif orqanlar vardır, qurumlar vardır ki, bunlar insan hüquqlarının həyata keçirilməsi ilə məşğuldurlar. Ümumilikdə nəzər saldıqda isə hüquq mühafizə orqanları, məhkəmələr, ombudsman, icra strukturları, bələdiyyələr insan hüquqlarının həyata keçirilməsi fəaliyyəti ilə məşğuldurlar. Daha çox məhkəmələr insan hüquqlarının təmin olunması sahəsində mühüm faktordurlar. Lakin məhkəmələrin bir dövlətdə var olmağı, məhkəmə subyektinin olmağı həmin dövlətlərdə insan hüquqlarının həyata keçirilməsinin tam şəkildə olması demək deyildir. Bunun üçün məhkəmə mexanizmi də düzgün şəkildə formalaşdırılmalı, yəni məhkəmələr ədalət prinsipinə əsasən öz fəaliyyətlərini həyata keçirməlidirlər. Hakimlər qərəzsiz olmalı, peşəkar olmalı, eyni zamanda əxlaqi prinsiplərə əməl etməlidirlər. Hüquq mühafizə orqanları insan hüquqlarının daha effektiv şəkildə həyata keçirilməsində mühüm rol oynayırlar. Burada məsələ ondan ibarətdir ki, dövlət həmin orqanlara, həmin qurumlara müəyyən funksiyaları verir və onlar insan hüquqlarının həyata keçirilməsində hərəsi öz sahəsi ilə bağlı müəyyən işləri görürlər. Bəli, biz sizinlə birlikdə insan hüquqları ilə bağlı qəbul olunmuş dövlət proqramlarına nəzər saldıq. Dövlət başçısı cənab İlham Əliyev qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, onun mənafeyi və onun hüquqları dayanır. Məlumdur ki,
İmran müəllim, ölkəmizdə Ombudsman təsisatı, Ombudsman İnstitutu insan hüquqlarının müdafiəsi sahəsində çıxış edən əsas mexanizmi kimi formalaşmışdı. Gəlin biz sonda təmsil etdiyimiz qurum tərəfindən insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərlə verilişimizi yekunlaşdıraq. Naxçıvan Muxtar insan hüquqlarının müdafiəsi sahəsində ən mühüm irəliləyişlərdən biri də müvəkkil təsisatının yaradılması olmuşdur. Çünki Naxçıvan Muxtar insan hüquqları üzrə müvəkkil təsisatının yaradılması ilə bağlı 2006-cı ilin 20 fevralında Naxçıvan Muxtar insan hüquqları üzrə müvəkkil haqqında qanun qəbul olunmuşdur və bundan sonraki dövrdə 2006-cı ilin 21 fevral tarixli Ali Məclisin müvafiq fərmanı ilə Naxçıvan Muxtar müvəkkil təsisatı yaradılmışdır və onun hüquqi bazası formalaşdırılmışdır. Naxçıvan Muxtar insan hüquqları üzrə müvəkkil təsisatının yaradılmasının əsas mühüm səciyyəvi cəhətlərindən biri ondan ibarət idi ki, yəni Ombudsman təsisatı hakimiyyətin hər hansısa bir qoluna məxsus deyil. Yəni qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarından heç bir qoluna mənsub deyil və insan hüquqlarının müdafiəsi sahəsində müstəqil olaraq fəaliyyət göstərməkdədir və hüquqlarımızın müdafiəsi ümumiyyətlə 3 qismdə həyata keçirilir: məhkəməyədək, məhkəmədə və məhkəmədən kənar. Ombudsman təsisatdan məhz insan hüquqlarının müdafiəsi sahəsində məhkəmədən kənar müdafiə mexanizmini həyata keçirməkdədir və 2023-cü ildə müvafiq dəyişikliklərə əsasən müvəkkil təsisatına monitorinq və preventiv başçəşmələr üçün mexanizm funksiyaları verilmişdir və bu başçəşmələr nəticəsində də yəni uşaq hüquqları haqqında konvensiyanın və əllərin hüquqları haqqında konvensiyanın Naxçıvan Muxtar həyata keçirilməsində, yəni ayrı sessiyaya yol verilməməsi ilə bağlı həmin bu monitorinqlər və preventiv qrupun başçəşmələri həyata keçirilir. Bununla da səhiyyə müəssisələrdir, təhsil müəssisələrdir, Daxili İşlər Nazirliyinin tabeliyində olan müvəqqəti saxlama yerləridir, müvafiq hərbi hissələrə və Ədliyyə Nazirliyinin cəza çəkmə müəssisələrinə daimi olaraq başçəşmələr həyata keçirilir. Orada olan şəxslərin həyat şəraiti ilə bağlı, qidalanma rasionu ilə bağlı olan, onların hüquqlarını həyata keçirib-keçirməməsi ilə bağlı məsələlər yerindəcə araşdırılır. Məhz bu dövrdə İnsan Hüquqları Günü ilə əlaqədar olaraq müvəkkil təsisatı tərəfindən 18 may, 18 iyun tarixləri İnsan Hüquqları Aylığı elan edilmişdir və bu aylıq çərçivəsində də müvafiq 20-yə yaxın dövlət qurumunun iştirakı ilə Muxtar Respublikanın ərazisindəki bütün rayonlarda vətəndaş qəbulları həyata keçirilməkdədir. Yəni açıq qapı günləri təşkil edilir və bu günlərlə də vətəndaşlardan daxil olunmuş müraciətlərlə bağlı araşdırmalar aparılır və onların hüquq və azadlıqları da daim diqqət mərkəzində saxlanılır.